Qarabağ ün futbolçusu Marko Yankoviç, görünən odur ki, yaxşı deyiləm. Qarabağ klubunun futbolçusu Marko Yankoviç, Benfica ilə oyunda aldığı zədə ilə bağlı danışır. O, komandanın Heydər Əliyev hava limanında qarşılanması zamanı Qafqazinfoya açıqlamasında bildirib. Zədəmlə bağlı durum bəlli deyil. Amma görünən odur ki, yaxşı deyiləm. Müayinədən keçəcəm. Futbolçunun vəziyyəti yaxın günlərdə tibbi müayinədən sonra dəqiqləşəcək. Sizcə Yankoviçin mümkün itkisi Qarabağ ün oyununun ritminə necə təsir edə bilər? Qarabağ Benfica üzərində qələbəyə görə 4 milyon manatdan çox qazandı. Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın Benfica klubunu 3-2 hesabı ilə məğlub edən Qarabağ həm tarixi qələbə, həm də maliyyə baxımından böyük uğur əldə edib. Az-ın milli. AZA istinadən yaydığı məlumata görə, bu nəticəyə görə Avropa Futbol Assosiasiyaları İttifaqı Ağdam klubuna 2 milyon 100 min avro təxminən 4 milyon 240 min manat bonus ödəyəcək. Sizcə bu vəsait Qarabağ ün infrastrukturunun və heyətinin daha da gücləndirilməsində hansı rol oynaya bilər?